Uşaqlar, üçüncü suala baxaq. 3-də integral verilib, deyir hesablayın. Sərhədimiz 1-dən 3-ə 2x minus 3 dx. Burada bu ifadə integralını tapsaq, 2x kvadrat bölü 2 çıxılsın 3x. Sərhəd olacaq 1-dən 3-ə. Vəssalam. Bir dəfə 3-ü yerinə yazıram, çıxılsın, bir dəfə də 1-i yerinə yazıram. Çox sadə integral sual düşüb. Yəni, 3-ü yerinə yazıram, buna ixtisar gedir də. Qalır x kvadrat çıx 3x. Sərhəd 1-dən 3-ə. 3-ü yerinə yazsam, 3-ün kvadratı 9 çıx 9. Çıxılsın, 1-i yerinə yazsam 1, çıxılsın 3. Bu olacaq neçə? 9 çıx 9, 0 çıxılsın -2. Olacaq 0 üstə gəlsin 2. Doğru cavab 2. C bəndi.